Salam. Bu videoda bir maraqlı Rufo sualının həllini verəcəm. Sualın şərtini görürsüz. Deməli, iki rəqəmli ədədlər arasında kvadratı rəqəmləri cəminin kubuna bərabər olan neçə ədəd var? Məlumdur ki, iki rəqəmli ədədlərin ümumi şəkli belə olur. Və biz tapmalıyıq ki, bu iki rəqəmli ədədin kvadratı rəqəmləri cəminin kubuna bərabər olsun. Bu şərti ödəyən, buna ulduz bərabərliyi deyim, ulduz bərabərliyini ödəyən neçə iki rəqəmli ədəd var, onu tapacağıq. Mən burada rəqəmləri cəmi dedikdə ilk ağlıma gələn 9-a bölünmə əlaməti oldu və modulo 9 baxdım, alındı. Amma başqa üsullar da ola bilər, fikirləşərsiniz. Hər iki tərəfə modulo 9 baxacam. A plus B-yə x deyim. Təbii ki, bu x 18-i aşa bilməz. Maksimum 18 ola bilər. Heç 18-in özü də olmur. Çünki A plus B 18 olsa, AB kvadratı 18-in kubu olacaq. 18 olması 18-in kubu da tam kvadrat deyil. Yəni, əslində 18-dən ciddi kiçik belə deyim. A ilə B burada rəqəmdir. Maksimum cəm 18 ola bilər. 18-də ödəmir şərti. İndi hər iki tərəfə modulo 9 baxsaq əgər, sol tərəf bilirik ki, AB ədədi modulo 9-da A plus B-yə konquriyentdir. O zaman burası A plus B-nin kvadratına konquriyent olacaq sol tərəf. Sağ tərəfi də olduğu kimi saxlayıram. Hər bir ədəd özü özünə konquriyentdir. Mod 9-da, istənilən bir modda. Mod 9. Modem yazacaqdım. Və A plus B-də x demişəm. Burada x-in kubu konquriyentdir. X-in kvadratı mod 9 əldə etmiş oluruq. Və buradan x kubu minus x kvadratı konquriyentdir 0 mod 9 əldə etmiş olduq. İndi bu əslində bir konquriyans tənlikdir. Bunu həll eləyəcəyik. Necə həll eləyirik? Bilirik ki, istənilən bir x ədədi mod 9-da ya 0-a konquriyentdir, ya 1-ə, ya 2-yə, ya 3-ə, ya 4-ə, ya 5-ə. Amma 5-in əvəzinə mən mənfi 4 yazacağım. 6-nın əvəzinə mənfi 3 yazacağım. Bunlara Gauss seçimləri deyirlər. 7-nin əvəzinə mənfi 2 yazacağım. 8-in əvəzinə də mənfi 1 yazacağım. Mod 9. İstənilən bir x tam ədədi üçün bunu yazmaq mümkündür. Burada indi x-in kubu minus x-in kvadratını hesablayacağım mod 9-da. Baxaq indi. 0 olsa 0 olur. X-ə 0 qoysaq, hesablasaq 0 olacaq. 1 olsa yenə 0 olur. 2 qoysaq əgər, 2-nin kubu çıx 2-nin kvadratı, o 4 verəcək mod 9-da. 3-ün kubu çıx 3-ün kvadratı 0 verəcək. 4-ün kubu minus 4-ün kvadratı, o bizə 3 verəcək. Mənfi 4-ün kubu çıx mənfi 4-ün kvadratı, o bizə 1 verəcək. Mənfi 3 qoysaq 0 verəcək. Mənfi 2 qoyub hesablasaq 6 verəcək. Mənfi 1 qoysaq da 7 verəcək mod 9-da. İndi bizə lazımdır ki, 0 versin. 0 verənlər hansılar oldu? Deməli, x 0-a konquriyentdirsə, 1-ə konquriyentdirsə, 3-ə konquriyentdirsə, bir də mənfi 3-ə konquriyentdirsə vermiş oldu. Deməli, x-i biz tapdıq. X deməli, mod 9-da 0 verərsə, 1 verərsə, 3 verərsə, mənfi 3 verərsə, amma mən mənfi 3-ü 6 yazacağım mod 9. Əgər belə olarsa, o zaman o şərt ödənəcəkdir. İndi burada təbii ki, x 18-də aşa bilməz, 18-dən kiçikdir. Baxaq görək, x nə ola bilir? 18-dən kiçik mod 9-da 0 verən ədədlər. Ya 9-dur, başqa yoxdur, ya da 18-dir, amma 18 ola bilmir, onu gördük. 18-in ola bilmədiyini, çünki 18-i olsa əgər A plus B, 18-in kubu 2 üstü 3, 3 üstündə 6 olur. Və bu tam kvadrat deyil. 18-in özü nədir? 18-in özü 2 vurursun 3-ün kvadratıdır. Tam kvadrat olması üçün sağda vuruqları ayıranda qüvvətlər cüt olmalıdır. Ona görə də ödənmədi o. 18-dən kiçikdir deməli x.
İndi 18-dən kiçik mod 9-a 0 verən 9, başqa yoxdur. 1 verən 1 var. Bir də 10 var, başqa yoxdur. 3 verən nələr var? 3 verən 3 var, 12 var. 6 verəndə 6 var, 15 var. Bunları yoxlayacağıq mod. Deməli, x konkurent yox, bərabərdir. Yəni, x bunlardan birisidir. Yəni, a plus b bunlardan birisidir. Deməli, a plus b artan sırada yazın. 1 olar, 9 olar, 1 olar, deməli, 3 olar, 6 olar, 9 olar, 10 olar, 12 olar, 15 olar. A plus b. Və bizim tənliyimiz nədir? AB-nin kvadratı bərabərliyimiz A plus B-nin kubudur. İndi təbii ki 1 ola bilməz. 1 getdi. 3 ola bilərmi? 3 olsa 3'ün kubu 27. 27 tam kvadrat deyil, getdi. 6 olsa 6'nın kubu tam kvadrat olmayacaq. 2 üstü 3, 3 üstü 3 getdi. 10 da ola bilməz. 10'un kubu 1000 eləyir, tam kvadrat deyil. 12 de ola bilməz. 12 niyə olanmaz? Çünki 12 2 üstü 2, 3 üstü 1'dir. Sağda böləndə 12'nin kubu olacaq. 2 üstü 6, 3 üstü 3. 12'nin kubu tam kvadrat deyil. Çünki qüvvətlər, sağda böləndə qüvvətlər üst olmalıdır. 12 də getdi. 15 də həmçinin. 15 3 vur 5'dir. Kubunu alsaq olacaq 3'ün kubu, 5'in kubu. Tam kvadrat olanda qüvvətlər cüt olmalıdır sağda böləndə. 15 də getdi. Bir dənə 9 qaldı. 9'u yoxlayaq. AB-nin kvadratı bərabərdir 9'un kubu. 9'un kubu da 3 üstü deməli 27'nin kvadratı deməkdir. 3 üstü 3'ün kvadratı. Deməli AB olacaq 27. Deməli bu şərti ödəyən sadəcə bir dənə ədəd varmış. O da 27 imiş. Bizdən sayını soruşur deyə cavab D oldu. Cavabımız D. Bir dənə ədəd ödəyir şərti. Mod 9 verdik və yoxladıq. Onunla da tapmış olduq. Burada deməli 1, 2, 3, 4, 5, 6, 7 dənə ədəd var. Burada da 1, 2, 3, 4, 5, 6, 7 dənə. Bəli, düz yazmışıq. Bir-bir yoxladıq. Bərabərliyi A plus B olanda ancaq 9 elədi. Başqaları da ödəmədi. Bununla da sualımız həll oldu. Amma başqa üsullar da təbii ki ola bilər. Mən mod 9 baxdım, alındı. Başqa üsullar da fikirləşmək olar. Növbəti videoda görüşərik. Sağ olun.